Herkese salam, kanalımıza ve yeni videomuza hoş geldiniz. Müğənni Afət Fərman qızı canlı yayım açaraq onun kiməsə ilk dəfə söz atdığını deyənlərə belə cavab verib. O bildirib ki, bunu sübut edənə 10.000 manat verəcək. Həmin görüntüləri sizlərə təqdim edirik. Siz də videomuzu bəyənməyi, fikirlərinizi yazmağı unutmayın. Milli Show, sizə sual verirəm. Araşdırın. Bu vaxta qədər mən bir insana söz atmışamsa, birinci, əgər mən tərəfdən söz atma olubsa, Allaha and olsun, bir toyumun pulunu sizə verəcəm. Mənə sübut edin ki, filan kəsə birinci sən söz atın. Pul istəmirsiniz qazanmaq. Pul qazanmaq istəmirsiniz, Milli Show, təmiz zəhmətlə, halal zəhmətlə. Araşdırın. 2017-dən ikinci dəfə sənətə qayıtmışam oxumağa. 8 ildir də. Onda 2 il pandemiya düşdü, 1 il müharibəyə, 5 il. Yəni 3'ü çıxın, 5 ildə mənim bir insana durduğum yerdə belə qarmaq atmağım, mənə sübut edeyim, bax bu canlı yayımda. Allah'a and olsun. Hədiyəm məndə. İş budur ki, bir ağzı əyri var, bir kişi. Bilməm, evlərində bilirlərim bu nə işlə məşğuldur. O boyda kişi TikTok'da oturub məndən danışır. Və neysə, yaxşı eləyirik, o da indi nəsə danışmalıdır, halal xoş olsun. Amma haqqına danışsın, desin ki, bu qızdan nə istəyirsiniz? Yəni, belə eləyirik, deyir ki, şeydir. Qalmaqaldır, filandır, ancaq deyir bu qalmaqal. Mən qalmaqalam, başa düşün. Neyiniyim, yaxşı. Atım bura. Sən mənə dəymə, mən də dəyməyim sənə də. Sən mənə dəyirsənsə, mən də səni sözümlə. Qalmaqal da gərək eləyə biləsən də. Məsələn, bəzi müğənlər var, danışamır, danışanda belə eləyirik. Adam ürəyi partlayır. Mənlə qalmaqal eləyənlər var ya. Allaha tapşırmışam. İndən sonra mənim adımı pisliyə kim çəkirsə, əzizləri ölsün. Mənim adım, bax, mən evimdə oturmuşam. Mən evimdə oturduğum yerdə, istər efirdən, istər sosial şəbəkədən, mənim adımı çəkənin əzizləri qırılsın, əzizləri ölsün. Üzümü qoy qibliyə tutum. Ya Rəbbim, ya Rəsulallah. Səni mənim haqqımda pis danışan, mənim haqqıma girən əzizlərin qırılsın. Fatih. Mən o adını yazdıqlarınızın birini də Allah haqqı durduğu yerdə mən xətrinə dəyməmişim. Evimdə oturduğum yerdə mənim bostanıma daş atıblar, polyama giriblər. Biri mahnımı uğurlayıb, biri nə bilim haqqıma girib, adımı çəkir. Durduğum yerdə, vallahi Allah haqqı. Nə olar bir haqqa da qiyməti verin də. Siz ant verirəm Allaha. Yox, əslində, vallahi, bəlkə də cavab verməməliyəm, hürə-hürə dursunlar. Bəlkə də cavab verməməliyəm, amma nə bilim, bir 40'ında öyrənən göründə çalar. Mən də belə gəlmişəm, belə gedir.